Mən Yango tətbiqinin sistemini yenə qırdım. Əjdaha dönər restorandan dönəri 5 manata yox, 1 manat 62 qəpiyə sifariş verdim. Mən 3 dənəsini sifariş verdim. Çünki belə bir dönərin qiymətindən belə ucuz başa gəldi. 4 manat 88 qəpiyə. Adi sifariş verdiyim dönərdən heç fərqlənmirdi. Çibol ətli, tərəvəzli və souslu idi. Bəyəndim. Deməli Yangonun story'imdəki linkindən yükləyib giririk. Burada yemək, food bölümünü seçirik. Əjdaha dönər restoranını tapırıq. Restoran səbətdə 40% endirim verir. Bilmirəm bu endirim nə vaxta kimi aktiv olacaq. Ola bilsin ki, bugün endirimin son günüdür. Ona görə istifadə eləyin. 3 dənə toyuqlu ekspres dönər seçdim. Səbətə atan kimi qiyməti 15 manat 30 qəpik yox, 40% endirim olunaraq 9 manat 88 qəpik oldu. Ancaq bu hələ son deyil. Çünki məndə gizli promokod var. Promokod da əlavə 5 manat endirim verdi və 3 dönərin qiyməti cəmi 4 manat 88 qəpik elədi. Təsəvvür eləyin, bir dönərin qiyməti 1 manat 62 qəpik oldu. Promokodu 13 manatdan çox ilk 3 sifarişə tətbiq eləmək olar. Yango bu videonu görüb endirimləri dayandırmamış. Bu promokod və endirimdən istifadə eləyin.